Mərhəmətli və rəhimli Allahın adı ilə. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyim Qur'ana iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın. Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız məndən qorxun. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin. Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin. Siz kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda özünüzü unudursunuz. Məyər anlamırsınız? Səbr etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən bu, Allaha itayət edənlərdən başqa hamıya ağır gəlir. Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və ona qayıdacaqlarını yəqin bilirlər.